açıqlayıb. Suriyada keçirilən prezident seçkilərində hazırki dövlət başçısı Bəşər Əsəd qalib gəlib, seçkilərin rəsmi nəticələri gecə saatlarında məlum olub. Suriya parlamentinin spikeri Cihad Ləhəm prezident seçkilərinin nəticələrini açıqlayıb. Ləhəmin sözlərinə görə Bəşər Əsəd 10 milyon 3 mindən çox səs toplamaqla səslərin 88,7%-nə sahib olub. İkinci yerdə 4,3% səslə Doktor Həsən Əbdullah Ən-Nuri, üçüncü yerdə isə 3,2% səslə cənab Mahir Əbdülhafiz Həccər qərarlaşıb. Konstitusiyanın 86-cı maddəsinə əsasən Bəşər Əsəd seçkilərin qalibi olub, deyə Ləhəm qeyd edib. Bəşər Əsəd tərəfdarları prezidentin qələbəsini bayram ab-havasında qeyd ediblər. Seçkilərin yekun nəticələrinə ilk reaksiya bildirən isə Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry olub. Kerry mətbuat konferansında çıxışı zamanı qeyd edib ki, seçkilərin nəticələri əvvəlcədən məlum olduğu üçün proses heç bir məna kəsb etməyib. Prosesi seçki adlandırmazdım. Nəticələri sadəcə nəhəng sıfırla ifadə etmək olar. Ən azından ona görə ki, milyonlarla vətəndaş səs vermə imkanına malik deyildilər. Üstəlik, onların seçimləri də yoxdur. Ona görə də seçkilərdən sonra heç nə dəyişmədi. Münaqişə həmin münaqişədir. Terror və qətliamlar, köçkünlərin problemləri qalmaqdadır. Kerry çıxışı zamanı Amerika hökumətinin əlavə olaraq Suriyalı köçkünlərə 290 milyon dollar məbləğində maliyyə yardımı ayırdığını da qeyd edib.